Mən Əzizova Rəsmiyə Əlifsət qızı, yoldaşım Əzizov Zülfqar Qafaroğlu 166 şirkətində işləyirdi. Oradan sifariş verdilər, 28-i günü axşamdan sifariş verdilər. Yoldaşım dedi ki, mənim maşınım remonta dayanmalıdır. Onlar dedi ki, yox, bir restə get gəl, sonra remonta dayanar. Tutmur dəyləc. Səhəri getdi, səhər tezdən durdu getdi işə Şabran rayonuna. Aparıb yükü boşaldı, sonra qaydanda bir də ona sifariş veriblər. O sifarişi götürməyə gedəndə qəzaya düşüb. Aparıblar Şabran rayon xəstəxanasına. Oradan özümüzün razılığımızla çıxartmışıq, gətirmişik Bakı şəhər Apro hospitalına. Orada çox pul dediyinə bizə, imkanımız o pula çatmadığına görə çıxartıb aparmışıq bir nömrəli klinik xəstəxanaya, şəhər klinik xəstəxanasına. Yəni Semaşka? Bəli, Semaşka xəstəxanasına. Yoldaşıma ağır diaqnoz qoydular Semaşkada. Ağır beyin travması, beyin zədələnməsi. Aparan gecədən dalaq partlamışdı, dalağını götürdülər. Sinəsində qırıqları çox idi. Başında zədəsi ağır idi. Hər gün qan aldılar, plazma aldırdılar bizə. Hər gün. Neçə gün? 38 günün tamamına qədər qan plazma aldırıblar bizə. Hər gün. Hər gün qan aldıq, verdik, hər gün. 11 günün tamamında bizdən bulyon tələb elədilər. Bizdən alma soku, kök soku, çuğundur soku tələb elədilər, kokteyl tələb elədilər xəstəyə vermək üçün. 38 gün tamamında əlimdə çoxlu videolar var, reanimasiyadan çəkib göndəriblər, Kim çəkib göndərib? Medsestralar, xəstə baxıcıları, hər gün. Yəni gizli çəkib göndəriblər? Bəli, məndən pul istəyiblər ki, pul at, çəkim göndərin. Necə yəni pul at? Yəni kart göndəriblər, kart nömrəsi veriblər. Bəli. Yeməyi vermək üçün pul vermişəm, çıxardıblar xəstənin yanına. Yoxsa çıxartmırdılar? Yox. Onu da tələb eləmişəm ki, xəstəyə yemək verən vaxtı çəkib ata bilərsiniz. Deyiblər, yox, diyarımız yoxdur. Çəkiliş ola bilməz, reanimasiyada kamera var. Bəs yaxşı, onda əgər çəkiliş ola bilməzdisə, niyə xəstənin görüntüsünü sizə çəkib göndərirdilər, ancaq yemək verməyə çəkib göstərdilər? Bəli, var. Videosu da var, şəkli də var. Ayın 6-sına qədər, 6-sı günü belə şəkil çəkib atıblar. O şəkildə mənim yoldaşım orada ölüb, nəfəs almır. Amma mənə deyirlər ki, yaxşıdır. Yoldaşımın üçün verən axşam xəstə baxıcısı medsestra məndən zəng eləyib, pul tələb eləyir ki, gəl liftdə mənə pul gətir. Bu axşam mən baxacam yoldaşına. Birimiz sanitarkayıq, birimiz medsestrik. Amma yoldaşım həmən vaxtda ölmüşdü, 3-ü axşam idi. Mən də dedim ki, bu gün mənim yoldaşımın 3 mərasimidir. Heç utanmırsan, 3 gündür bastırmışıq mənim yoldaşımı. Utanmırsan, heç ayıb deyil. Mən Əmrəli doktora 501, 201, 101, 101 belə pul vermişəm. Şöhrət doktora da vermişəm, 201 vermişəm, 101 vermişəm, 50-50 vermişəm. Əmrəli doktora 50 manat gəldi, dedi, yoldaşınız əlini tərpədir, gözünü açır. Sevindiyimdən 50 manat verdim. Mənə dedi ki, götür pulunu, 50 manatla yara sağalmır, iş düzəlmir. Özüm də kirayədə qalıram. 3 dənə uşağım var, ikisi tələbədir, biri məktəblidir. Dolanışığım çətindir, mənə da kimlənsə borcu alıb aparıb verirdim. Hər gün xəstə baxıcılarının, medsestraların kartlarına pul atmışam. Özləri kart atıb ki, məcburən bu səs, kifayət qədər səsləri də var, mesajlar da var, məndən pul tələb eləyirlər. Xəstənizə baxırıq, xəstənizin üzr istəyirəm altına, üstünə baxırıq, xəstədə də heç tərpəniş yox idi. Yalandan deyirlər. Hamısına kifayət qədər əlimdə faktlar var. Əlbəl verdiyim pullar da var.
kartlarına da atmışam. Dövlət xəstəxanasında necə sizdən pul tələb edirdilər? İstəyirdilər. Dövlət artıq onlara maaş verir də, Hə, əmək haqqı verir. Niyə almalıdırlar ki, sizdən onlar? İstəyirdilər. Hər gün mən yeməyin aparırdım, bulyonun, meyvə şirələrini aparırdım. Kokteylin. Məndən pul alıb, sonra aparırdılar xəstənin yanına. Sizin xəstənizi mən videolarına gördüm. Sizin xəstəniz yemək yeyəcək halda deyildi. O yeməyi necə yedizdirirdilər ona? Bilmirəm valla, mən də onu sual verirdim. Deyirdilər veririk, şpris vasitəsilə veririk, amma yeməklər qatı idi. Qatı yeməkləri idi də. Bulyonda qat eləyirdim, soklar da qatıdır. Yəni mən gedib özüm də baxırdım ki, o şlankla gedəsi bir yemək deyildi. Siz şəxsən gedib görmüşdünüz həyat yoldaşınızı xəstəxanada? 3 dəfə gedib görmüşdüm. Hansı vəziyyətdə idi siz görəndə? Anlaqsız idi, amma tərpədəndə gözünü açırdı. Koma vəziyyətində Bəli, idi. bəli. Siz düşünürsünüz ki, ona yemək verilə bilər. Mən baxırdım ki, onun o boğazındakı aparat təmizdir, yemək yox idi. Yəni qida yoxdur. Qida yox idi. Onlar məndən o yeməyi alıb aparandan 1 saat sonra çıxmışam yanına. Baxmışam ki, o qidalandırıcı, o boğazına taxılan aparat təmizdir. Yemək yox idi onun içində. Və siz indi həkimdən tələb elədiniz o verdiyiniz pulları? Həkimdən tələb eləməmişəm, yox. Verdiyim pulları geri qaytarsınlar. Keçən həftənin 5-ci günü getmişəm xəstəxanaya, Semaşka xəstəxanasına. Hüseyin Məsumova həkimlərindən, medsestralarından, xəstə baxıcılarından və özündən şikayətçi olduğumu şikayət eləyəcəyimi dedim. Dedi, get hara şikayət eləyirsən elə. Nə üçün şikayətçi sanılmadı? Xəstəmizə baxmadıqları üçün. Bizdən sığorta ödənilən halda bizdən də pul aldıqları üçün xəstəmizə doğru diaqnoz qoymayıb, başqa şeylər danışdıqları üçün yaxşıdır, əli tərpədir, qolunu tərpədir deyib, sevindirib bizdən pul alırdılar. Yaxşı idisə bəs niyə öldü? Tələbiniz nədir indi sizin? Tələbim mənə dəyən maddi və mənəvi ziyanın ödənilməsi də 3 dənə körpə uşaq saxlayıram. Tələbə saxlayıram. Onları saxlayan bir dənə yoldaşım idi işləyən, indi işləyənim yoxdur. Mən üzümü tuturam ölkə başçısına və xanımına, xahiş eləyirəm mənim işimə hüquqi tərəfdən kömək eləsinlər, xahiş eləyirəm, məni tək qoymasınlar. Hüquq mühafizə orqanlarından xahiş eləyirəm, xəstəxananın müşahidə kameralarından görüntülər istəyirəm onlardan. Görün, bu 38 gün ərzində mənim apardığım bulyonu, soku, nə bilim, kokteyli, qanı, plazmanı yoldaşıma köçürdüblər, veriblər, yoxsa yox, xahiş eləyirəm. 70 nəfərə yaxın adam qan veribdi. Bilmək istəyirəm, görün bu qanlar hara gedibdi. Plazmalar, qanlar vurublar yoldaşıma yoxsa yox. Sizdən də çox xahiş eləyirəm ki, mənim bu məsələmi ictimailəşdirəsiniz.